6 illik fasilədən sonra sərnişin qatarı Bakıdan Tbilisiyə yol aldı. İki ölkə arasında sərnişin qatarlarının fəaliyyəti bərpa edildi. Bakı-Tbilisi sərnişin qatarı ilk səfərini uğurla başa vurdu. Pandemiya səbəbindən 2020-ci ildən bəri dayandırılan strateji marşrut üzrə hərəkət artıq bərpa olunub. Dünən gecə yola düşən ilk sərnişinlər artıq Gürcüstan paytaxtına çatıblar. Gürcüstanla çox gözəl münasibətlərimiz var. Bugün də iki ölkə arasında qatarlar hərəkətini bərpa edir. Bundan gözəl nə ola bilər? Bu sözləri Bakı-Tbilisi qatarının ilk sərnişinlərindən olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin idarə heyətinin sabiq sədri Cavid Qurbanov deyib. Cavid Qurbanov Azərbaycan və Gürcüstan dövlətləri arasında əldə olunmuş bu razılaşmanı sevinclə qarşıladığını bildirib. Gürcüstan bizim qonşu və dost dövlətimizdir. Qonşumuzdur, yaxın qonşumuzdur. Çox gözəl münasibətlərimiz var. Birisi ki, hardasa 300-400 min soydaşlarımız var. Bunların gedib gəlmək üçün hasatlaşır. İnsanların əlaqəsi getdikcə bu bir növ həm də yol, həm də mədəniyyətdir. Yol həmişə bu bir növ yollar keçən yerdə həmişə inkişaf olub. Bakı Dəmir Yolu Vağzalından sonuncu dəfə qatar Gürcüstana 2020-ci ildə yola düşmüşdü. 6 il müddətində pandemiya dövründə Bakı-Tbilisi və Tbilisi-Bakı qatarları yalnız yükdaşıma üzrə fəaliyyət göstərirdi. Nəhayət 6 il sonra 2026-cı il 26 may tarixindən etibarən iki ölkə arasında sərnişin qatarlarının fəaliyyəti bərpa edildi. Yeni qrafika əsasən qatar hər gün saat 23:10-da Bakıdan yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Əks istiqamətdə isə Tbilisidən saat 21:00-da hərəkətə başlayaraq növbəti gün səhər saat 06:24-də Bakıda olacaq. Sərnişinlərin rahatlığı üçün sərhəd gömrük keçid prosedurları da nəzərə alınıb. Belə ki, ümumi yol müddətinin 1 saatı Azərbaycan, 1 saatı isə Gürcüstan sərhədində gömrük baxışı məqsədi ilə nəzərdə tutulub. Qatarda sərnişinlərə sinfindən asılı olmayaraq internet xidmətləri göstərəcək, hər bir kupedə televizor var, hər bir vaqonda duş kabinəsinə qədər var və işıqlandırma sistemi, eyni zamanda temperaturun otaq üzrə havalandırma sistemi tənzimlənməsi sərnişin üzrə rahat həyata keçirə biləcək. Xatırladaq ki, qatar Azərbaycan ərazisində Bakı, Biləcəri, Yevlax, Gəncə, Akstafa və Böyükəsi stansiyalarında, Gürcüstanda isə Qərdəbani və Tbilisi vağzallarında dayanacaq. Tbilisidən növbəti qatar artıq bu axşam saat 21:00-da Bakıya doğru hərəkətə başlayacaq. Dəmir yolu xəttinin bərpası sərnişinlər tərəfindən böyük sevinclə qarşılanıb. Uzun müddətli bugünü gözləyən və Gürcüstana səfər edən vətəndaşlar məmnunluqlarını gizləmirlər. Mən indi çox sevincliyəm ki, qatarla ilk dəfə Tbilisiyə səyahət edəcəm. Təəssüratımız gözəldir, çünki 6 ildən sonra gedirik. Qayna eləyir, şükür Allaha. 2 nəfər gedirəm, yoldaşımla bir yerdə. Bu yol mədəniyyətdir, yol irisdir, yol artıq babadan nələrimizdən qalan böyük bir mədəniyyətdir. Bunda artıq bu günləri sizdən sevincimi, sizdən təəssürat bölüşdürürüm. Minnətdaram, çox sağ olun. Bu marşrutda tələbatın yüksək olmasını rəqəmlərdə təsdiqləyir. Belə ki, satışa çıxarılan ilk 8400 biletdən artıq 6000-i qısa müddətdə satılıb. Dünən gecə saat 23:10-da Bakıdan yola düşən ilk sərnişin qatarı isə bugün səhər saat 09:04-də təyinat məntəqəsinə çatıb. Vəfa Abdullayeva, Diana Cəlali, Məhəmməd Həsənzadə, Spice xəbər.